بسم الله الرحمن الرحيم الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره المشركون والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه والتابعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي وزدنا علما. Amma ba'd. Məşhur olub zəif olan hədislərin beyanı babından, beyanı silsiləsindən növbəti rivayəti zikr edirik. Şurbu Quddaməti İbn Məz'unin el-Xamr An İkrimətə an İbn Abbasin قال أن الشراب كانوا يضربون في عهد رسول الله صلى الله عليه وسلم بالأيدي والنعال والعصا حتى توفي رسول الله صلى الله عليه وسلم، وكان في خلافة أبي بكر أكثر منهم في عهد رسول الله صلى الله عليه وسلم. فقال أبو بكر لو فرضنا لهم حدا فتوخى نحو ما كانوا يضربون في عهد رسول الله صلى الله عليه وسلم، فكان أبو بكر يجلدهم 40 حتى توفي، ثم كان عمر بعد فجلدهم كذلك 40 حتى أتي برجل من المهاجرين الأولين قد شرب فأمر به أن يجلد، فقال لم تجلدني بيني وبينك كتاب الله. قال عمر وأي كتاب الله تجد أن لا أجلدك أو أجلدك؟ قال له إن الله يقول في كتابه ليس على الذين آمنوا وعملوا الصالحات جناح فيما طعموا الآية، فأنا من الذين آمنوا وعملوا الصالحات ثم اتقوا وآمنوا ثم اتقوا وأحسنوا. شهدت مع رسول الله صلى الله عليه وسلم بدرا وأحدا والخندق والمشاهد. فقال عمر ألا تردون عليه ما يقول؟ فقال ابن عباس أن هؤلاء الآيات أنزلنا عذرا للماضين وحجة على الباقين، فعذر الماضين بأنهم لقوا الله قبل أن تحرم عليهم الخمر، وحجة على الباقين لأن الله يقول يا أيها الذين آمنوا إنما الخمر والميسر والأنصاب والأزلام رجس من عمل الشيطان فاجتنبوه لعلكم تفلحون. İlâ ahiril hadis. Yani İkrime Mevla İbn Abbas radıyallahu anh'a rivayet edilir ki Resulullah sallallahu aleyhi ve sellem döneminde şarap içenler elle, ayakkabılarla, asalarla ölene kadar dövülürdü. Sonra Ebu Bakır, Resulullah sallallahu aleyhi ve sellem vefat etti. Sonra Ebu Bakır'ın dönemi geldi ve o vaxtda da Resulullah sallallahu aleyhi ve sellem dönemine daha çok şarap içenler çoxaldı ve Ebu Bakır dedi ki kaş ki onlara bir had farz etsəydik. Daha sonra Resulullah sallallahu aleyhi ve sellem döneminde döyülen yere aparılırlar şarap içenler. Ebu Bakır onlara 40 çubuq vururdu, 40 sapıq vurdururdu onlara. Ölene kadar belirleyip sonra Ömer gelmiştir ve Ömer de onlara 40 çubuq vurdururdu. Sonra əvvəlki mühacirlərdən bir kişi onun yanına gətirdilər və onun da haqqında şərab içmişdi deyə itham vardı və onun haqqında hüküm verir ki, yəni o da 40 çubuq vurulsun və o da deyir ki, nəyə görə mənə çubuq vurursunuz? Səninlə mənim aramda Allah'ın kitabı vardır. Ömer deyir ki, Allah'ın kitabını da harda tapırsan ki, sənə mən sənə mən çubuq vurmayacağım, cəld etmədim səni. Deyir ki, Allah deyir ki, iman edib salih əməl işləyənlər üçün dadıqları şeydə günah yoxdur. Yəni bir inşallah ki, yanılmıramsa Maidə surəsindəki ayətdir. Ola bilsin, xata edirəm hansı surədə olmağını. Bu an yəni yadında deyil. Bu yəni rivayəti zikr edir və adam bunu dəlil gətirir ayəti və İbn Abbas radiyallahu anh onlara rəddiyə verir və deyir ki, bu ayət şərab haram olmuşdan qabaq inmişdi və s. zikr eləyir. Bu hədisin digər bir rivayəti də vardır.
هذا الحديث ضعيف لأنه من رواية عكرمة عن ابن عباس رضي الله عنهما وعكرمة ضعيف. Bu hadis zayıftir çünkü o İkrime'nin İbn Abbas radıyallahu anh'dan rivayetidir. İkrime de zayıf birisidir. Ve onun hakkında yani şiddetli cerh vardır. Yani Malik İbni Enes rahmetullah onun zayıf olduğunu demiştir ki bu ondan meşhurdur. Rabi İbni Süleyman rivayet etmiştir onun bu sözünü. Hemçinin Abbas İbni Muhammed el-Duri Yahya İbni Ma'in'den yani Malik İbni Enes'in sözünü rivayet etmiştir. Tarihinde 792 sayılı hadiste rivayette. Tavus hemçinin deyir ki لو أن مولى ابن عباس هذا يعني إكرمتا اتقى الله وكف من حديثه لشدت إليه المطايا. Yani onun da burada hadis rivayetinden taşınmasını temelini eləyir Tavus. وقال ابن أبي خيثمة حدثنا يحيى بن معين قال حدثني من سمع حماد بن زيد يقول سمعت أيوب فسئل عن إكرمة كيف هو فقال أيوب لم يكن عندي ثقة لم أكتب عنه. Burada da Eyyub Es-Sıxtiyan da soruşurlar. İkrime hakkında necedir? Deyir ki benim indimdə mənə görə o sahih deyildir, güvənilən deyildir və ondan hadis yazmamışam. Bu və buna bənzər qovulları inşallah daha da zikr etmək olar. Oxuduqlarımızdan bəlli olur ki, yəni İkrimə zəif ravidir və ondan hadis götürülməz və bu hadis də zəifdir. Yəni Quddama İbn Məz'un radiyallahu anhunun güya şərab içməsi, sonra buna görə çubuq vurulmağa gətirilməsi və s. yəni təbii ki, zəif rivayətdir. Belə deyək ki, əsli yoxdur. Və insanları bununla saptıranları Allah'tan qorxun deyirik onlara. Belə araşdırmamış, eləməmiş insanları bu şeylərlə saptıranlara Allah Azze ve Celle hidayət versin. Və axiru da'vana enilhamdülillahi rabbil alemin.